bu qəbizlik problemi var da insanlarımızda. Təbii üsullarla müalicə eləyirmi doktor? Eləyirik. Qəbizlik çox mürəkkəb, çox da sadədir. Mürəkkəb nədir? İnsanlar var, məsələn, su içmirlər, meyvə yemirlər, tərəvəz yemirlər. Onları izah eləyəndə çox asanlıqla qaydasına düşür. Qəbizlik var, niyə mürəkkəb deyirəm? Qəbizlik var ki, orada bağırsaqların florası pozulur, disbakteriozu var, həzm getmir. Və yaxud da hər hansı bir maneçilik törədən nəsə var, polipmi və törəməmi. Ən çox insanlarda təbii ki, bağırsaq çöplərinin nisbətinin normal olmamasıdır. Biz də onu əhdiririk Doktor Seyfəddin klinikasında, laboratoriyada və cavabına baxırıq ki, nədir? Onu yerinə qoyan kimi indi böyük, kiçik fərqi yoxdur. Çox böyük bir faizin bəlasıdır qəbizlik. Qəbizlik nə edir? Qəbiz olan kimi köp əmələ gəlir. O zəhər, toksinlər orqanizmə sorulur. Yaddaşını pozur, əsəbini pozur, həyatını pozur, yuxusunu pozur. Və ən əsası da get-gedə görürsən ki, həmin onun bağırsağında daşlaşma əmələ gəlir. Yəni, nədsiz bərkiyir, bağırsaq daşlarına çevrilir. Son nəticədən olur. Qəbizlik gətirir, bağırsaqları genişləndirir, düz bağırsağın ətrafında. Bağırsaq genişlənəndə nə olur? Bağırsaq çəti əmələ gəlir. Qəbizlikdə zora düşür və babasel düyünləri yaranır. Nəticədə qanaxma verir, göynəmə verir, ağrı verir. Ona görə də qəbizliyə ciddi yanaşmaq lazımdır və nə eləmək? Dediyim kimi, bol miqdarda su içmək, hərəkət eləmək, ən çox oturaq işlə məşğul olan adamlarda daha çox olur. Meyvə tərəvəzdən bol istifadə eləmək lazımdır. Maksimal dərəcədə qırmızı ətdən qaçmaq lazımdır. Manatı qoyunat görürsən, qəbizliyin yaranmasında çox rol oynayır. Və onu da yesəniz ayrıca yiyin əti. Heç nə yeməyin ki, o bağırsaq daşına çevrilməsin. Ondan başqa da təbii ki, orada müxtəlif bizim məlhəmlərimiz var. Çox gözəl effekt verir.